Her şey İmamoğlu'ndan aslı değil. Her şey Mansur Yavaş'ın vereceği beyanatlardan ibaret. Her şey Özgür Özel'in vereceği beyanatlardan aslı. Yani sizin bayağı iktibas getirdiğiniz ana söğüşünden bağlı beyanat ki var. Özgür Özel'in siyasi primitivliğini gösterir. CHP kimi bir köklü partiyanın, CHP kimi şərəfli, ləyaqətli keçmişə malik olan bir partiyanın sədri belə idiotik bəyanat verməməli idi. Bu, Türkiyədə mahallə muhtarı deyirlər, ona layiq bir bəyanatdır. Bu, hansısa Şişli Bələdiyyəsinin 4-cü məhəlləsinin idarə edicinə layiq bir bəyanatdır. Bu, CHP partiyasının sədrinin X akkauntunda yer almaması gereken bir beyanattı. Bilirsiniz, burada söhbət heç də zahirən belədir ki, Özgür Özel deyir ki, biz siyasəti güya sivil metoduna aparırıq, söhüşə qarşıyıq, agresiya qarşıyıq. Əksinə, bu dəqiqə CHP var gücündən çalışır ki, Türkiyənin bütün şəhərlərində kütləvi etiraz aksiyaları olsun. Bilirsiniz, Rusların bir sözü var, deyir ya sen xaçı boynundan çıxart, ya elində tuman giyin. Bir tərəfdən bunlar deyirlər ki, hamını kütləvi etiraz aksiyalarına çağırırıq, hamını güya Erdoğan ailəsinin güya maliyyələşdirdiyi şirkətləri və Erdoğanı dəstəkləyən dövlət, kommersiya qurumlarını boykota çağırırlar. Arada Acun Media da gedir, arada Millət Hürriyyət qəzetləri de gedir və s. və s. və s. Bu agresiya deyil, nədir? Ben Türkiye'de həmişə doğru sözü deyən Sözçü qəzetidir və yaxud da Sözçü televiziyasıdır və Fatih Portakaldır. Fatih Portakalın Azərbaycana münasibəti göz qabağındadır. Yəni, bilirsiniz, biz özümüzü aldada bilərik. Biz deyə bilərik ki, Erdoğan pisdir, İmamoğlu yaxşıdır. Xüsusilə İmamoğlu'nun fikir verirsinizsə plakatlarının hamısı Amerikalılar ona USA style deyirlər, Amerika stilindədir. Çünki onun bu işinlə bilavasitə Amerikalılar məşğul olurlar. Və Türkiyənin regionda güclənməsini istəyənsə Britaniyadır. Məhz bu səbəbdən Türkiyə məsələsində Britaniya mediası ilə ABŞ mediası arasında soyuq savaş başlayıb. Məhz bu səbəbdən Amerikalı milyarderlərin əlində olan Britaniya qəzetləri əgər Erdoğana qarşı çıxırsa, Britaniyanın köklü nüfuzlu qəzetləri nə baş verdiyini araşdırmağa çalışırlar. Burada həm Türkiyə lirəsinə zərbə vurulur, İstanbul qiymətli kağızlar birjasında Türkiyə lirəsinin qiymətinin 7% aşağı düşməsi, ümumiyyətlə birjanın 7% aşağı düşməsi, xarici investorların 10 milyardla pulu bir gündə geri çəkməsi Türkiyədən, bu sizə qəribə gəlmir. Və böyük korporasiyalar, transmilli korporasiyalar Türkiyəni volatillik indeksini aşağı salaraq bir plusa endirmələri və yaxud da BNP Paribas Standard & Poor banklarının eyni vaxt. Halbuki bu banklar həmişə düşmən olublar. Bu bankların birgə bəyanatı tarixdə cəmi 3 dəfə olub. Bir Panama kanalına bağlı olub, bir Süveyş kanalı, indi de Türkiyə ilə bağlı bəyanat verirlər. Hər kəs Türkiyədə demokratiyadan danışmaq istəyir. Hər kəs Türkiyənin inkişafından danışmaq istəyir. Amma sizə əmin edirəm, bu demokratiya və inkişafdan danışanların tam əksəriyyəti öz sözünü demirlər. Bunlar qərbdən alınmış təlimat əsasında hərəkət edirlər. Bir daha deyirəm, bu heç də o demək deyil ki, AKP'nin səhvi yoxdur. Bu heç də o demək deyil ki, AKP bu situasiyada tamamilə dürüst davrandı. Xeyr, sadəcə olaraq Erdoğan'ın baş verəcək hadisələri görmək, duymaq hissi var. Buna 6-cı hiss də deyirlər də. Belə bir hissi olan siyasətçilər çoxdur, az deyil. Erdoğan nə baş verəcəyini həm kəşfiyyat məlumatlarından bilirdi, həm digər məsələlər də vardı. Məsələn, Hakan Fidanın son bir aydakı bəyanatlarını xatırlayın. Dəfələrlə Hakan Fidan çox üstü-örtülü şəkildə bildirirdi ki, böyük güclər Türkiyədə yeni, çirkin ssenarini həyata keçirmək istəyirlər. Dəfələrlə bunu deyib Hakan Fidan. İbrahim Kalın'ın bəyanatlarına fikir verin. Suriya ilə bağlı bəyanatlara fikir verin. Hakan Fidanın İrana xəbərdarlığına fikir verin. Məsələyə baxın ki, Trump sanki heç nə olmamış kimi davranır. Trump Türkiyə ilə bağlı bir bəyanat səsləndirməyib hələ. Ümumiyyətlə heç nə deməyib. Sadəcə deyib ki, Erdoğan'a mənim böyük simpatiyam var. Siz düşünürsünüz ki, Türkiyədəki situasiyada İsrail iştirak etmir bu işdə və yaxud Rusiya iştirak etmir. Türkiyənin güclənməsini nə Rusiya istəyir, nə İran istəyir,
Nə ABŞ istəyir, nə İsrail istəyir, nə Misir istəyir, nə Fars körfəzi ölkələri istəyir. O başı əmmaməli ərəb şeyx və şeyx-i şuyuxalar ərəb sözdür bu şeyx-i şuyuxa, yəni şeyxanədən yuxarı gələn bir söz deməkdir. Əyətullah və mərcəyi təqlid anlamına gəlir şiəlikdə. Onlar istədiklərini deyə bilərlər. Amma ərəb ölkələri arasında Türkiyə ilə saf qardaş olan yeganə ölkə Qətərdir. Yerdə qalanların heç birinin marağında deyil ki, Türkiyə bölgədə möhkəmlənsin. İlla da ki, Osmanlı türklər demişkən, hələ Suriyada Türkiyə söz sahibi olsun. Siz düşünürsünüz Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələr, ələlxüsus Misir, Yordaniya, Suriya ilə bağlı stavkalarını birdən-birə itirmək istəyir. Yox, oyun hələ təzə başlayıb. Yəni, endspiel və yaxud da ingilislər demişkən, the end game hələ başlamayıb. Türkiyəni çox çirkin və çox məkirli, çox fəlakətli ssenariləri çəkmək istəyirlər. Bu ssenarinin tərkib hissəsi kimi Azərbaycan da var, bunu da biləsiniz. Türkiyəni vadar etmək istəyir Ermənistanla münasibətləri, Azərbaycanla münasibətləri nəzərə almadan normallaşdırsın. Türkiyəni vadar etmək istəyirlər ki, Ermənistanın təhlükəsizliyinin qarantı olsun və yedək qismində Türkiyə vasitəsilə Ermənistan Avropa İttifaqına üzv dövlət, namizəd dövlət statusu qazansın, Zəngəzur dəhlizi unudulsun. Məhz bu səbəbdən də Cənubi Qafqazda hələ vəziyyət, siz əgər düşünürsünüz, gərgindir, gərgin deyil. Vəziyyətin gərginliyi hələ qabaqdadır. Hələ nədir ki? Hələ Rusiya, İran yeni oyuna başlamaq hazırlaşırlar. Rusiya, Ukraynada müharibəni başa vurandan sonra mütləq şəkildə diqqətini Cənubi Qafqaza yönəldəcək. Buna kimsə şübhə eləməsin. İran isə Azərbaycanı həmişə hədəf görüb. Həyatı boyu hədəf sahibi Azərbaycanı. İranın əlində imkan, cəsarət və iradəsi olsaydı, bizi ümumiyyətlə dövlət kimi məhv etməyə çalışardı. Zaten çalışır. İranın Azərbaycandakı xəfiyyələri, casusları, bizim vətənimizdə yaşayan bəzi şərəf və qeyrət yoxsulları ki var, onlar müəyyən məbləğin hesabına İrana xidmət edirlər, buna müxtəlif adlar verirlər, güya ki, bunlar hansı ideologiya, hansı elədir, hamısı pul davasıdır, yəni qarın davasıdır. İrana casusluq edir. İnsan nə qədər biqeyrət olmalıdır ki, vətənin maraqlarını, vətənin sinirlərini İrana satar və yaxud da başqa bir dövlətə satar. Mən üzr istəyirəm ağır ifadəmə görə, bunun başqa adı yoxdur. Vətənə xəyanət biqeyrətlikdir, bunun başqa adı yoxdur. Əgər varsa deyil, mən də bilim. Və bu ölkələr Azərbaycanda fəallaşmağa çalışacaqlar. Həm Azərbaycanda, həm Azərbaycana qarşı fəallaşmağa çalışacaqlar. Və bizə qarşı bir dəstə, bir düşərgə qurmağa çalışacaqlar. Bizi Türkiyədən ayırmağa, Türkiyəni bizdən ayrı salmağa, münasibətlərimizi sərinlətməyə çalışacaqlar. Necə Bakıda Rus başlar, Fars başlar var. Siz düşünürsünüz Ankara'da, İstanbul'da elələri yoxdur. Siz düşünürsünüz ki, Ankara'da və İstanbul'da olan siyasətçilərin hamısı vətənini düşünür. Xeyr, elə deyil. Onların arasında o qədər satqın var ki, və bu satqınların planları da məlumdur. Yəni bir qədər məsnəvi tərzdə, bir qədər ədəbi tərzdə danışdım. Siyasi terminologiyadan uzaq danışdım. Amma biz bu təhlükələri görməliyik. Biz bilməliyik ki, bizi Türkiyədən ayrı salmağa çalışırlar. Biz bilməliyik ki, Türkiyənin də, Azərbaycanın da qarşısına yeni risklər, yeni çağırışlar, yeni problemlər çıxarmaq istəyirlər. Avropa İttifaqı əvvəlki komplementar siyasətinə son qoyur artıq. Avropa İttifaqı indiyə kimi dilə tutmaqla, sövq etməklə, cəzalandırmaqla məşğulsa, indi sanksiya və sanksiyalara keçəcək. Və Azərbaycanı da hədələməyə başlayacaq ki, biz sizin neftinizi və qazınızı almayacaq. Özünüzə başqa bazarlar tapın. Bunu da görəcəyik biz. Buna şübhə etməyin. Biz təbii ki, Avropa İttifaqından kollektiv müqavilə imzalamamışıq. Biz Avropa İttifaqından müxtəlif ölkələrlə müqavilə imzalamışıq. Həmin ölkələrə də təzyiqlənir bu deyil ki, Azərbaycana qarşı ən çirkin oyunlar oynanılır. Və bu oyunlar geniş coğrafiyadadır. Məsələn, Belçikada 2 dənə deputat, Elif Hofstad,
qanun layihəsi veriblər ki, Qarabağlı ermənilərin Qarabağ qayıdışı təmin edilməlidir. Azərbaycana qarşı sanksiyalar tətbiq edilməlidir. Həm fiziki şəxslərə, həm hüquqi şəxslərə qarşı. Bu proses Lüksemburgda da gedir, Hollandiyada da, Danimarkada da, Fransada da bir sıra ölkələr sadalaya bilər ki, bu proses başlayır. Bu proses öz başına gedir, xeyr. Bu proses spontan başlayır, yenə də xeyr. Bu proses bir mərkəzdən idarə olunmur, xeyr, bir mərkəzdən idarə olunur. Və bu mərkəz erməni lobbisi deyil. Erməni lobbisinin buna nə gücü, nə imkanı, nə potensialı yoxdur. Erməni lobbisinin özündən də istifadə edirlər bu işlə. Böyük güclər oyuna başlayırlar. Və İngilislər buna big game deyirlər. Vaxtilə Zbigniew Brzezinski Cənubi Qafqazı böyük şahmat taxtasına bənzətmişdi. Bax, indi şahmat taxtasında figurlar hərəkətə gəlib. Bunu biz bilməliyik. Paşinyan boş yerə sərhədlərimizdə atışmalara start verməyib. Və sonra da siz tragikomediyaya baxın, mən çalışıram yumuşaq danışım. Paşinyan administrasiyası bəyanat verir ki, Ermənistan baş naziri hərbiçilərə müraciət edərək Azərbaycana qarşı silahlı təxribatlara yol verməməyə çağırdı. Düşünün. Baş nazir hərbiçilərə müraciət edir, sən mənim canım, siz ölmüşünüzü görüb Azərbaycana güllə atmayın. Belə şey olar. Və Paşinyanın siyasətindəki dəyişikliyə fikir verir. Moskva ilə güya Allah qoyması münasibətləri yaxşılaşdırmaq istəyir. Alen Simonyanın bugünkü bəyanatlarına baxın. Dünən Ararat Mirzoyanın dediklərinə baxın. Və ondan başqa ümumiyyətlə Paşinyan administrasiyasının, komandasının rəsmi Bakıda yaratmaq istədiyi təəssürata baxın. Güya ki bizi inandırmağa çalışırlar ki Nikol Paşinyan bir söz deyir, Ararat Mirzoyan bir söz deyir, Alen Simonyan başqa bir söz deyir. Güya bizi inandırmağa çalışırlar, bunlar sülh müqaviləsi imzalamaq istəyirlər. Və eyni zamanda bizi inandırmağa çalışırlar ki, bunlar həm də müharibəyə hazırlaşırlar. Çox çirkin oyunlar gedir, amma sizi inandırım mürəkkəb oyundur. Bu oyunları Bakılı qardaşlarımız demişkən oxumaq çox asandır. Çox bəsit senarilərdir. Və bunu da uzaqdan gəldim, bunu dedim. Türkiyədə Cənab Erdoğan asanlıqla oxudu. Bir daha təkrar edirəm. İmamoğlu saxlanılmasa belə Türkiye'de geniş miqyaslı etiraz aksiyaları başlayacaktı. Gezi Parkı'nın aksiyaları bəyən kiminsə həbsinə görə başladı. Və yaxud Muğla'da, Şanlıurfa'da, Diyarbakır'da, Kars'ta, Trabzon'da, Bitlis'te 6 ay bundan qabaq olan mitinglərə bəyən nəysə bir ciddi bir start verəcək bir trigger, bir hansı bir səbəb, vəsilə vardı. Yox. Sadəcə olaraq bu dəqiqə Türkiye'nin son 10 illik siyasi tarixində ən geniş miqyaslı etiraz aksiyalarına start verilib. Və məqsəd də burada odur. Və İstanbul məhkəməsi çox müdrikcəsinə davranaraq İmamoğlu'nu terror ittihamlarından kənarlaşdırdı. Bilirsiniz həm də niyə? Çünki terror ittihamı suçlansaydı, mütləq şəkildə İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsini qəyyum təyin edilməliydi. Və bu da vəziyyəti daha da ağırlaşdıracaqdır. İndi küçələrə çıxmayanlar belə küçələrə çıxacaqlar. Bu birinci məsələdir. İkinci məsələ, AKP, CHP düşmənçiliyi kimi qələmə veriləcəkdir bu işlər. Halbuki yenə deyirəm, AKP, CHP ilə düşmən deyil. Siyasi rəqiblə bu tamamilə normal. AKP'nin hakimiyyətdə qalmaq istəyi normaldır. Və Amerikada respublikaçılar hakimiyyətdə qalmaq istəmirlər. Donald Trump hakimiyyətə qayıtmaq üçün nələr etmədi? Və yaxud da Rusiyada, və yaxud da, yaxşı, Rusiyanın deyəcəksiniz diktaturadır, mən də sizinlə razılaşacağım təbii ki. Fransada, Belçikada, Lüksemburgda, Lüksemburg da elə bir ölkədir ki, orada sapantdan daş atırsın, gedir qonşu ölkəyə. Ya Andorraya düşür, ya Monacoya, ya da Fransanın ərazisinə düşür. Yəni bu ölkə, Lüksemburgun özündə belə bu siyasi qarşıdurmalar varsa, normal siyasətdir. CHP'nin de hakimiyete gelmesi tamamıyla normal bir şey. İmamoğlu prezident olmaq istəyində vətənə xəyanət, ağır cinayət yoxdur. Tamamıyla normal bir istəkdir və mən bu istəkdə istənilən siyasətçini dəstəkləyirəm. Azərbaycanın özündə hər hansı bir müxalifət siyasətçi prezident olmaq istəyirsə, gözəldir bu. Bunun siyasətinin məhvəri budur. Bu adam müxalifətsə bu hakimiyyətə gəlmək istəməlidir. Əksi olarsa onda Azərbaycanda bəzi müxalifət partiləri, bəzi üzr istəyir müxalifət partiləri sədrləri var, deyir mən müxalifətçiyəm, onun dediyini heç özü də inanmır. Problem odur.